Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera test bankında Python bölməsinə aid olan belə bir suala baxırıq. Deməli, sual bu formadadır. Python proqramlaşdırma dilində aşağıdakı kimi kod yazılmışdır. Baxın bu formada. Dil verilmiş proqram icra edilən zaman n dəyişəni üçün klaviaturadan 2 rəqəmli ədəd daxil edilmişdir və proqramın icrasının sonunda ekrana 94 ədədi çap edilmişdir. Buna əsasən n dəyişəni üçün daxil edilə biləcək ən böyük 2 rəqəmli ədədi müəyyən edin. Deməli, baxın, sonda 94 ədədi deyir ki, çap edilmişdir. Gəlin bu tərəfdə yazaq. Deməli, B vurulsun 10, üzərinə gəlsin A. Burada 94 alınıbsa, deməli B-nin qiyməti məlumdur ki, 9 olacaq. A-daki 4 olacaq. Aydındır, yəni 9 vurulsun 10, üzərinə gəlsin A, yəni 4 bərabərdir. 90 üzərinə 4 əlavə etdikdə 94. Bu artıq bizə məlumdur. Baxın, geriyə getmiş olsaq, deməli, baxın, bura bir dənə 2 rəqəmli ədəd daxil edilmişdir. Ən böyük istəyir bizdən, yəni maksimumu. Deməli, burada B-nin qiyməti bizdə 9 olmalıdır. A-nın qiyməti də 4. Yəni, A-nı 10-a bölüb qalıqda 4 alınmalıdır. B-ni də 10-a böləndə qalıqda 9 alınmalıdır. Hansı ədədlərdir ki, baxın, B-ni kvadrata yüksəldəndə sonu 9 alınmalıdır. Yəni, son rəqəm 9 alınmalıdır ki, biz ona böldükdə qalıqda 9 versin. 1 3-dür, bir də 7-dir. Bilirik ki, burada böyük istədiyinə görə biz 7-ni götürək. 7-nin kvadratı 49 edəcək. Və sonu 4 ilə bitən hansı rəqəmlərdir ki, onların kvadrata yüksəldəndə sonu 4 ilə bitir. Burada ən böyüyü 8 olacaq. Çünki bizdə maksimum istədiyinə görə biz də böyük rəqəmlərə müraciət etməliyik. Yəni 8-in kvadratı da olacaq 64. Deməli, baxın, burada A bərabərdir. N-ə, deməli, N-i 10-a böləndə A-nın qiyməti bizdə 8 idi də. Deməli, burada olacaq sonu 8, yox, daha doğrusu tam hissəsi 8 verməlidir. Deməli, burada bu olacaq 8, düzdür. Sonra B-ni almaq üçün də B də bizdə 7 olmalıdır. Deməli, N-i 10-a böləndə qalıqda 7 alınmalıdır. Bu da ki, 87, deməli 7 olacaq. Deməli, burada məlumdur ki, bizim böyük rəqəmimiz 87-dir. Ən böyüyü 87 olacaq. Yəni, bu misalın həllinə əsasən. Burada variantlara baxırsınız. Görürsünüz, 78 verilib, xeyr. 49, 97 verilib. O da olmaz. Çünki 9-u kvadrata yüksəldəndə sonu 1 ilə bitir. Bizdə sonu, deməli, belə deyək də, 4 və 9 ilə bitən rəqəmlər lazım idi. Ona görə cavabımız olacaq A bəndi. Sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa, rəy bölməsinə yaza bilərsiniz. Və istəsəz lap bunu, biz bunu Python proqramlaşdırma dilində də yazıb sizə göstərə bilərik. Gəlin yazaq. Deməli, burada n bərabərdir int input sonra a bərabərdir n bölünsün 10 b bərabərdir n deməli qalıqlı bölmə 10 b bərabərdir, daha doğrusu bir dəqiqə, a bərabərdir a-nı kvadrata yüksəldirik, b bərabərdir b-ni də həmçinin kvadrata yüksəltmiş olacağıq və buradan alırıq ki a bərabərdir a faiz deməli 10 b bərabərdir B faiz 10. İşarəsi deməli daha sonra print çapa versin.
print B ulduz, yəni B vurulsun 10 üzərinə əlavə edirik A-nı və bunu gəlin icra edək. Deməli biz dedik ki 87 daxil eləsək 94 almış olacağıq. Deməli sualın izahı ilə bağlı yenə nəsə qaranlıq məqam qalsa rəy bölməsinə yaza bilərsiniz, cavablandıracağım. Diqqətinizə görə təşəkkür edirəm.